Zəfərin 5-ci il dönümü və dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı təbrik edirəm. Biz mədəniyyət insanları sənətimizlə Azərbaycanı bütün dünyada tanıdırıq. Qoy həmrəyliyimiz daim möhkəmlənsin və sənətimiz daim yüksəklərdə olsun. Bayramınız mübarək. Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edirəm. Əcəzlərdən hər birinizə ən xoş arzularımı çatdırıram. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutması, bütün dünya Azərbaycanlılarının milli hüquqlarının həyata keçirilməsinə geniş imkanlar açır. Bayramınız mübarək. Hörmətli Azərbaycan xalqı, əziz həmvətənlər, qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edirəm. Harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlının vətənə sevgi və sədaqət hissi bu birliyi daha da möhkəmləndirir. Bu il həmçinin xalqımızın şanlı tarixində xüsusi yer tutan Böyük Zəfərin 5-ci il dönümünü qeyd edirik. 44 günlük vətən müharibəsində qazandığımız qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması deyil, həm də Azərbaycan dövlətinin qüdrətinin xalqımızın bir yumruq kimi birləşə bildiyinin parlaq nümunəsidir. Bu tarixi nailiyyətlərin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi, xüsusilə də hərbi siyasi sahədə apardığı ardıcıl və prinsipial siyasət həlledici rol oynadı. Bütün Azərbaycanlıları, dünyada yaşayan və Azərbaycanda yaşayan xalqımızı Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə səmimi qəlbdən təbrik etmək istəyirəm. Eləcə də bir Qarabağlı olaraq Cənnət məkanı gözəl Qarabağımızın düşmən işğalından qurtarılmasının 5 illik yubileyi münasibəti ilə də sizləri təbrik etmək istəyirəm.